Salam, hər vaxtınız xeyir olsun. Dünənki OTK buraxılış sınağına belə bir sual düşüb. Mərkəzləri O1 və O2 nöqtəsində olan çevrələr bir-birinə xaricdən toxunur. Radiusları uyğun olaraq 9 və 4 olan bu çevrələrin ortaq AB toxunanının uzunluğunu tapın. Nə edirəm burada? O1 ilə A-nı birləşdirirəm. O2 ilə B-ni birləşdirirəm və O1 ilə O2-ni birləşdirirəm. Deməli, 9 və 4 cəmi O1, O2 13 cm eləmiş olur. Burası 4 cm-dir. O1A 9 cm-dir və məndən AB-ni istəyirlər. Nə edirəm? O2-dən belə bir perpendikulyar endirirəm. AB-yə paralel olaraq. Və AB nə qədərdirsə, bu O2 H-da həminki qədər olur. Yəni, buna x yazsam, bu da x eləmiş olur. İndi bir düzbucaqlı yarandı. O2B 4 olduğu üçün H-a da 4 cm eləmiş oldu. Və cəm 9 cm olduğu üçün buraya 5 qalmış olur. Və mən nə edirəm indi? Baxın, bu düzbucaqlı üçbucağa Pifaqoru tətbiq edərəm. Pifaqora əsasən alınır x-in kvadrat bərabərdir. Kök altında 13-ün kvadratı çıxılsın 5-in kvadratı. Bu da kök altında 169 çıx 25, 144 qaldı. Oradan da kök 12 çıxır. Deməli, AB 12 cm eləmiş oldu.